Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, oktyabrın 7-sində Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 16-18, gündüz 21-26 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütun olacaq. Sabah Naxçıvanda da yağıntı ehtimalı yoxdur. Gündüz bəzi yerlərdə şimal-şərq küləyi güclənəcək. Temperatur 17-22 dərəcə isti olacaq. Sabah Azərbaycan əksər rayonlarında da hava yağmursuz olacaq. Gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Duman ehtimalı var. Şərq küləyi güclənəcək arabir. Temperatur gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.